2026-cı ilin fevralından iyuna qədər davam edən ABŞ-İsrail-İran qarşıdurması regionun və qlobal iqtisadiyyatın taleyini dəyişdi. ABŞ və İsrail güclü hərbi zərbələrlə İranın raket sistemlərini, hava hücumundan müdafiə komplekslərini və rəhbərliyini hədəf aldı. Geniş miqyaslı mülki itkilərə səbəb oldu. Lakin gözləmədikləri müqavimətlə qarşılaşdılar. İranın raket və PUA arsenalının tükəndiyi bildirilsə də, İran həm İsrailə, həm də Körfəz ölkələrindəki ABŞ bazalarına və strateji nöqtələrə, bəzi hallarda mülki infrastruktura da raket və PUA zərbələri indirdi. Bundan əlavə, İran Hörmüz boğazını bağlayaraq dünya neft təchizatına ağır zərbə vurdu. İqtisadi xaos yarandı. Müharibə rəsmən bitdi, bəs qalib kimdir? Bu məsələlərdə əvvəlcədən də məlum idi ki, maraqlar üst-üstə düşmədiyinə görə burada heç bir danışıqdan, heç bir razılaşmadan söhbət gedə bilməzdi. Hətta Fransanın prezidenti Emmanuel Macron da fikir bildirdi ki, hər hansı razılaşma olarsa BMT-nin Təhlükəsizlik Şurasından bu məsələ təsdiqini tapmalıdır. Biz də buna veto hüququndan istifadə edib veto qoyacaq. Yəni bugün İranda bir növ islahatlar getməlidir. İslahatların getməsi də yəni bu rejimin getməsidir. Çünki bugün İranla bağlı burada həm iqtisadi maraqlar var, həm siyasi maraqlar var. Yəni burada udan tərəfin bəziləri İranı qeyd edirlər, İranın rejiminin müəyyən hissələri. Bəziləri də Amerikanın qələbəsini qeyd edirlər. Mən hesab edirəm ki, burada udan tərəf ancaq türk dünyası olacaq. Proseslərin gedişi bunu göstərir və uduzan tərəf də yəni İsraillə İran olacaq. Amerika burada iqtisadi maraqların həyata keçirir. ABŞ və İsrail hərbi üstünlüyünü qoruya bilmədi və İran rejimi yerində qaldı. Strateji qazanclar əldə elədi. Sanksiyaların yüngülləşməsi, iqtisadi yardım və Hörmüzdə nəzarət. Trumpın İranla məlum memorandumun həm də fars dili variantını imzalaması çox əhəmiyyətli nüansdır. Bu, İranın 107 günlük müharibə nəticəsində özünün suverenliyini və iradəsini dünya miqyasında təsdiqləməsinin bariz nümunəsi sayıla bilər. Həm də memorandumun birinci maddəsində İranın və Amerikanın suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması, gələcəkdə də müharibələrə əl atılmaması barədə götürülmüş öhdəliklər də xeyli dərəcədə İranın üstünlüyü kimi sayıla bilər. Ona görə ki, Amerika indiyə qədər, 79-cu ildən indiyə qədər İranın daxili işlərinə müdaxilə edərək əslində onun suverenliyinə hörmət etməmiş durumda olub. Amma bugün memorandumun birinci maddəsində İranın suverenliyinin qəbul olunması, eyni zamanda memorandumun fars dilində variantının imzalanması əlbəttə İran üçün mühüm nəticə sayıla bilər. Bir çox analitiklər bunu İranın strateji qələbəsi, ABŞ-ınsa məğlubiyyəti kimi qiymətləndirir. ABŞ-da isə Trump administrasiyası öz versiyasını qələbə adlandırır. İyunun 19-da İsveçrədə planlaşdırılan vacib görüş baş tutmadı. İsrail-Livan eskalasiyası səbəbindən danışıqlar təxirə salındı və gərginlik davam edir. Bu müharibə göstərdi ki, hərbi güc qalib gəlmək üçün kifayət eləmir. Böyük kütlənin dəstəyinə, quru əməliyyatlarına, iqtisadi rıçaqlara, coğrafi və psixoloji üstünlüyə malik olmaq vacib amillərdən biridir. Görünən odur ki, iqtisadi və geosiyasi oyunlar hələ uzun müddət davam eləyəcək.